salınıb. Ölkənin ən əsas ticarət limanı olan Pireydə fəaliyyətini dayandırıb. Tətillər turizm sektoruna da böyük ziyan vurub. Paytaxt Afinada avtobuslar, tramvaylar və metro stansiyaları işləmir. Tətillərə ümumilikdə 2,5 milyon insan qoşulub. Nümayişçilər hökumətin pensiya islahatlarına etiraz edirlər. Bu islahatlar ölkə parlamentində deputatlar arasında da fikir ayrılığına səbəb olub. Yunanistan əhalisi iqtisadi tədbirlər planlı siyasətçilərin yol verdiyi korrupsiyanın ağır nəticələrinin ödənilməsi kimi qiymətləndirir. Kolumbiyada daşqınlar səngimək bilmir. Barakuela şəhəri daşqın sularının altında qalıb. Aramsız leysan yağışları şəhəri iflic vəziyyətinə salıb. Təbii fəlakət nəticəsində 2 nəfər xəsarət alıb. Yüzlərlə insan fəlakət zonasından evakuasiya edilib. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Meksikanın şimal-şərq əraziləri isə Alex qasırğasının fəsadlarından əziyyət çəkir. Qasırğa ilə müşahidə olunan leysanlar daşqınlara səbəb olub. Solada çayının daşması səbəbindən Ahoyak şəhəri su altında qalıb. Şəhərdə sel sularının